Nəsə zərli bir tenlə keçmək istəyirəm. Onu göstərim, buranı biraz konsilerlə ağardım ki, zərlər daha qəşəng görünsün, parıltılı. İki seçim arasında qalmışam. Bilmirəm ki, Wet n Wild'ın bu highlighter paletindəki rəngdən istifadə edeyim. Bu şampan rəngidir, səhv eləmirəmsə. Və ya bu qızıllardan. Qızılı məncə biraz şablon olacaq. Ona görə də gəlin bunu eləyək. Tonal kremə keçmək istəyirəm. NYX'in bu yeni çıxan Make on Wonder tonal kremindən istifadə edəcəm. Bu dəhşət tez sabitlənir. Oy. Onu deyim ki, dəhşət açıq rəng skalası var. Normalda mən ən açıq rəngi seçirəm hansısa bir tonal krem alanda. Bunda isə 4 nömrəni seçmişdim, səhv eləmirəmsə. 1, 2, 3 çox açıq idi. Demək olar ki, mən heç vaxt mat tonal kremdən istifadə etməmişəm. Hər zaman işıltılı olub. Bu biraz fərqli hiss elətdirir, amma əsas örtücülüyü yaxşı olsun. Vacib mənim üçün buydu. Düşünürəm ki, örtücülüyü yaxşıdır. Düşünürəm ki, quru dərili xanımlar bunu çox da sevməyəcək. Çünki özünüz də görürsünüz, matdır və biraz üzü quru göstərir. Fırça ilə yaydım, ancaq istəyirəm süngərlə də üstündən keçim. Bunun üstündə görürsünüz, biraz belə parçalanmalar oldu. Ürəyim getdi deyə bilmərəm, ancaq bugünü idarə eləmək olar. Məncə qırışları tez dolacaq, ona görə də tez sabitləmək lazımdır. Sonra isə əlimə belə yayıb fırça ilə götürmək istəyirəm. Deyirəm, birdən tonalı yerindən oynadar, elə bir şey yaşamayıq. Ənlik olaraq Rare Beauty'nin bu bir ildə aldığım, hətta bir ildən çoxdur və hələ də bitməyən, amma hiss edirəm ki, artıq sonuna çatmışıq. Bu əlliyindən istifadə edəcəm. Bunu çox sevirəm. Kaş bunu da əlimlə götürsəydim. Biraz çox götürüm. Baking də edəcəm bu arada. Çoxdan da baking eləmirdim. Alın hissəmə biraz. Gözaltıma baxın 20 dəfə keçmişik buradan. Bu hissələrə. İngilislərin bir sözü var. Trust the process. Yəni İnanıram bu dəqiqə. Özümü baking edə bilərəm. Onun üçün isə Rival Loves-nin bu pudrasından istifadə edəcəm. Bu məncə çox gözəl bir pudradır. Bronzer olaraq The Balm'ın Bahama Mamasından istifadə edirəm. Ənlik olaraq NYX'in bu Buttermilk blush'ı ilə Vivienne Sabon'un bu çəhrayı Baby Pink ənliyi arasında qalmışam. Bu çox tündür. Ona görə də